Sizdən çoxdan gözlədiyim mövzu. Hər zaman deyirəm ki, mütləq qəbula düşən 5 sualımızdan biridir. O bayaqki 5 sualı da mən sizə saydım və həmişə deyirəm ki, bullyingdir, effektiv müəllim-şagirddir, qiymətləndirmədir, iş üsullarıdır, taksonomiyadır. Bir də inteqrasiyada taksonomiya bir yerdə düşür. Yəni ikisi bir yerdə düşür də. Ona görə müəllimlər mütləq düşən suallarımızdandır. İndi başlayıram. Müəllimlər deyilir ki, bullyingin deyir özünün konkret bir tərifi yoxdur. Yəni bullyingə qoymağa bir ad tapmayıblar, ona bir tərif tapmayıblar. Çünki bu belə deyim də şərhsiz bir şeydir. Müəllimlər bullying budur ki, hər hansısa bir şiddət, fiziki də olsa, sözdən də olsa, nə bilim, əl vurmaqdan da olsa şiddət müəllimlər bullying sayılır. Bir də mən sizə bir şey deyim ki, bullying deyil təkcə məktəblərdə olan bir şey deyil. Elə iş yerləri var ki, yeni işçi gəldikdə işçilər bir-birinə bullying edir. Mən sizə inandırım ki, elə məktəb kollektivi var ki, yeni gənc gələn işə qəbul olan, miqdən qəbul olmuş müəllimə elə bullying edən müəllimlər var ki, sözdən, şiddətli formada, yəni şagirdlər arasında olan bullying onun yanında heç nədir. Yəni bullying ancaq şagirdlərə xas olan bir şey deyil. Bullyingə biz həyatımızın müəyyən bir yerlərində rast gələ bilirik. Yəni bullying ümumiyyətlə mənası sanki bir şiddətdir. Amma iş yerlərində deyir olan bullyingin adı mobbing edir də. İş yerlərində artıq yeni işçi gəlir. Onu o qədər alçaldırlar, pis sözlər deyirlər, qəsdən ona pis davranırlar ki, özü belə əl çəkib çıxıb getsin. O insan müəllimlər mobbing edir. İndi bizim dərsimiz sizdən müəllimlər bullying dərsidir. Deyir ki, bullying dərsi əslində özünü müdafiə edə bilməyən şəxsə qarşı, baxın, deyir ki, bullying özünü müdafiə edə bilməyən şəxsə qarşı davamlı aqressiv davranışdır. Nə oldu bullyingin deyir, olaraq tərifi kimsə özünü müdafiə edə bilmir, o özünü müdafiə edə bilməyən zəif insana qarşı aqressiv davranış göstərirlər. Bax, müəllimlər bizdə bullying budur. Bullyingin müəllimlər 4 növü var bizdə. Deyir məqsədinə görə bullying növləri var ki, məqsədli, məqsədsiz tədris bullyingi. Məqsədli bullying budur ki, sən açıq-aşkar qəsdən kiməsə ziyan verirsən ki, qoy kimsə incinsin, kimsə travma alsın. Qəsdən, bilərəkdən sən bunu şuurlu formada eləyirsən. Məqsədsiz isə budur ki, sən əslində düşünürsən ki, sən kiməsə zarafat eləyirsən, zarafat mənasında bir kiməsə ziyan vurursan. Məsələn, mən həmişə deyirəm bunu özümdən ki, məndə belə bir şey xarakteri var ki, indi bizim dərsimiz şükür ki, sizdən canlı deyil. Məndə belə xarakter var ki, mən istəyirəm ki, mən danışanda bütün diqqət məndə olsun. Ancaq mənə baxsın, fikri məndə olsun. Məsələn, mən məktəb vaxtı söhbət edirdik uşaqlarla, qızlarla taxtidə. Fikri məndə olmayanda belə çiyninə vururdum ki, mənə bax da qulaq as gör nə deyirəm, mənə bax, fikri məndə olsun. Mən danışanda hə de, yəni dinləmə nümayiş etdirmək sanki. O vaxtda məndə gəlib bu xarakter. Mən bir gün yanında part yoldaşım artıq ağlamağa başladı ki, mənim artıq çiynim ağrıyır. Amma mən düşünmürdüm ki, mən belə adi vurmaqla heç mənə bax, mən də əlim ağırdı. Özüm balaca olsam da heç əlimdə göz həkim yoxdur. Əlim ağırdı. Yəni bəlkə məsələn buna ziyan verirmiş. Başladı ağlamağa. Amma mən bunun ziyan verdiyimi düşünmürdüm. Bu nə idi bizdə? Məqsədsiz bullying. Və yaxud uşağın biri o birinə, tutaq ki, zarafat əşyasını götürür, zarafat zalağı eləyir, zarafat nəyəsə tutaq ki, gizlədir, düşünmür ki, ona bullying edir. Yəni bu məqsədsiz bullyingdir. Bir də var ki, məktəbdə edilən müəllimlərin etdiyi, yəni tədris bullyingi. Tədris bullyingi budur ki, müəllim şagirdə hər hansı bir mövzunu bilmirdi, ya çubuk sözlər deyir ki, falan şeyi deyə bilmirsən, savadsızsan, qavramırsan. Və yaxud iqtidar istəklərdə olur ki, şagird hər hansısa bir şeyi tuta bilmir, tuta bilmir, bu qəbul sualımızdır. Müəllim o uşağın əlini deyir, rezinlə bağlayır. Artıq uşağın əli sıxılır da, müəllim o uşağa bullying edir. Yəni dərslə bağlı müəllimin etdiyi bullying tədris bullyingi sayılır müəllimlər. İkinci deyir ki, göstərdiyi davranışa görə bullyingin növləri. Var fiziki bullying, bir də var qeyri-fiziki bullying. Fiziki bullying budur ki, təmas var. Təmas, indi mənə diqqətlə qulaq asın. Fiziki bullying budur ki, kimisə şillələmək, yumruq vurmaq, təpiyi vurmaq. Bir bu, bir də məktəbin əmlakını, pəncərəni qırmaq, məktəbin div qapısını təpiyi vurmaq. Sonra şagirdə fiziki var, sumkasına əl vurdun, sumkasını gizlətdin, sumkasından kitabını götürüb cırdın. Fiziki təmasın var da, ha bu təmas o uşağın özünə oldu, şiddət vurmaqdan. Ha da o sumkasını götürdü, sumkası yoxdur. Kitabını götürdü, kitabı yoxdur. Bax, mənlər bu da fiziki bullyingə aiddir. Təmasın var da sən bu sumkaya artıq aydındır mı? Bu da fizikiyə aiddir. Bir də var ki, qeyri-fiziki bullying. Qeyri-fiziki bullyingdə isə təmas yoxdur. Bunun növləri var, verbal və qeyri-verbal. Yəni bunun sumkasını oğurlanmırsan, kitabını cırmırsan, məktəbin şüşəsini qırdırmırsan, uşağa yumruqlamırsan. Belə bir şey yoxdur. Bu var verbal və qeyri-verbal. İndi mənə qulaq asın. Qəbulda əsas düşən neyidin deyirəm. Keçənlin qəbul, yəni fərqli fənlərə düşmüş suallarda. Birinə düşmüşdü bayaq dediyim tədris bullyingi. Amma birinə sual düşüb ki, çantasını götürüb qəsdən. Birinə sual düşüb ki, baxın, yadınızda qalsın. Verbal bullying
uşağı ya addan, sözdən təhqir edirsən, söyüş söyürsən, verbal söz deyirsən və yaxud da ki, o sözlə yazdığı dediyin söyüşü sözlə yazmırsan, ha, sumkasına yazıb qoyursan. Bax, bu da müəllimlər. Verbalın bax qulaq asın. Diqqətlə müəllim. Ki, sözdən demir, söyüşü yazırsa da bu qeyri-verbaldır. Bax, mənə burası fərqlidir ha. Bu ağlınıza gedib sizin təfəkkür dərsində olan verbal və qeyri-verbal gəlməsin. Mən qulaq asın. Mənə verbal bullyingdə bir uşağa yenə tutaq yazır ki, Combul. Bir də var ona ləqəb qoymuşsan. Combul deyilir bir-birində uşaqlar. Bir o da verbal. Bir də var ki, bu Combul sözünü dildən demirsən. Ləqəbi yazdın və ləqəb qoydun sumkasına. Baxın, burada ekrana görürsünüz. Deyir ki, qeyri-verbala baxın ekrana. Verbalda deyir ki, ən geniş yayılmış forması sözdəndir və yaxud da ki, deməli, yazılı formada müəllimlər, yazılı formada da olur. Yəni yazılı formada da yazıb sumkasına qoyur ki, şifahi və yazılı formada. Baxın, şifahi və yazılı formada təhqir eləyir, alçaldır. Combul sözünü, ləqəbi, uzun qulaq, combul, nə bilim, tutaq ki, Mircə Həkim ad qoyanlar var da belə uşaqlara. Siçan ad qoyurlar, düzdürmü? Mən buna şahid olmuşam şəxsən məktəblərdə. Bir var ki, bunu şifahi dedi ki, sən siçansan, sən combulsan. Bir də var ki, yazdı, qoydu sumkasına ki, siçan. Bu da artıq verbal bulunğa gəlib çıxır. Aydındır? Amma bir də var ki, siçanın şəklini çəkib qoyur. Bax, qulaq asın. Siçanın şəklini çəkib qoyursa qeyri-verbaldır. Amma siçan yazılırsa verbaldır. Combul formada şəklini çəkirsə qeyri-verbaldır. Amma yəni uşağa şəkil çəkdi qoydu, karikatura çəkdi qoydu, karikatura. O qeyri-verbaldır. Combul şəkil çəkdi, qeyri-verbaldır. Bir də var ki, combulu yazdı qoydu. Çox adam deyir ki, hay müəllim, axı səs çıxmır. Amma səs çıxmasa belə, rəqəbini belə müəllimlər yazıb qoyursa, bu bizim qeyri-verbalımız aiddir. Qarışdırmayın, aydındırmı? Yəni adı yazmaq verbaldır, şəkil çəkmək qeyri-verbal bullyingdir. Sonra uşağa verbalın belə bir şeyi var ki, sözdən dedik ki, sizə utandırır. Bir də qeyri-verbalda var ki, jest, mimika, dil çıxardır, qulaq çıxardır, belə özündən, mimikasından özünə elə toşudur ki, sən görəndə. Artıq o insan deyirsən ki, sənə qarşı belə hansı hisslərdədir də, dillə deyəmədiyini hərəkətinlə göstərir, barmağınla göstərir, qulaqlarınla göstərir, yəni jestlə, mimika ilə göstərir. Aydındır mı müəllimlər? Bax, qeyri-fizikin növü də, verbal sözdən və yaxud da yazılı qoydu, adı yazılı qoydu, verbal. Qeyri-verbalda isə şəkildən eləyirdi, jestlə, mimika ilə eləyirdi. Aydındırmı? Sonra müəllimlər var bizim burada sosial bullyingimiz. Sosial bullying budur ki, müəllimlər, sosial bullyingdə deməli burada bir qrup şagird bir şagird yanlarına qoymur. Ən çox deyir bullying halı başqa bir regiondan, başqa bir irqdən, başqa bir nə bilim şəhərdən uşaq yeni məktəbə gələndə həm onu öz məktəbin, öz kəndinin, öz məhəllənin uşaqları o uşağı deyir yanlarına qoymurlar. Bax, müəllimlər, bu da sosial bullying. Bir qrup uşaq tərəfindən uşaq bullyinqə məruz qalır. Aydındırmı? Bullying oldu ki, bir qrup şagird tərəfindən bir uşağa edilən tutaq ki, yanlarına qoymurlar. Çünki onlarında görürük, o zənginlər tutaq ki, kasıb uşağı yanına qoymur. Hər hansı bir yeni gələn uşaq tərəfində onu təhliyirlər. Yəni bu sosial bullyingdir, bir qrup uşaq tərəfindən. Vasitəli bullying dedik ki, özü eləmir, başqa bir uşağın köməkliyindəndir ki, sən get ona belə elə. Olur belə uşaqlar hegemondur, bunun tutaq ki, özün əl altıları var, sanki mafiya babası da elə bil də. Göyək ki, uşağa bunu elə, get onun sumkasını götür, nəsə elə. Bu vasitəlidir. Vasitəsiz deyilsə, bir də özü gedib vurur, özü götürür. Aydındırmı? Bir də dedim mən sizə ki, 21-ci əsrin ən böyük bəlalarından biridir təbii ki, bu. Kiberbullying. Baxın, qulaq asın indi. Kiberbullying budur ki, şagirdlərin bir-birinə sosial şəbəkədə təhqir yazmağı, uşağın şəklini paylaşır. Baxın, uşağın şəklini paylaşdı Instagramda və yaxud da onun şəklinin altına pis-pis kommentlər yazır və yaxud da şagirdin səhifəsini bloklatdırır. Uşağın YouTube səhifəsi var, qəbul saldı. Uşağın YouTube səhifəsi var, YouTube səhifəsini kimsə deyir ki, əslən bloklatdırır. Hal-hazırda mənim tutaq ki, Instagramım var. Instagramımı kollegalarım tərəfindən qəsdən saxta izləyici vurub bloklamağa çalışırlar. Neynirlər mənə? Kiberbullying eləyirlər də. Mənlər bu da eynisidir. Uşağın səhifəsini bloklatdırır, səhifəsini bağlatdırır, şəklinin altına pis-pis sözlər yazdırır. YouTube'da girirsən video altına qəsdən yalan informasiyalar yazır. Uşağın videosunu paylaşır, orada onu təhqir eləyir. Nə deməlilər, bu çox bir cılız hərəkət olan kiberbullyingə aiddir. Aydındır mı? Və çox inanın ki, cılız bir şeydir. Kiberbullying olur. Yəni internet üzərindən də şəklini paylaşmaq, şəklini montaj edir, pis formada paylaşır, şəklinin altına şərhlər yazır, şantaj edir ki, sən belə paylaşıram, elə paylaşıram, mənim belə şəkillərim var. Mənlər kiberbullyingə aydındır mı? Sonra müəllimlər var bizim burada, axın ən təqəliz yerlərimizdən biridir. Bullyingin deyir, müəyyən edilməsi yolları. Müəllimlər, bullyingi tapmağın ən yaxşı yollarından biri budur ki, müəllim o şagirdə güvənsin. Yəni deyir, sinifdə sağlam mühit olmalıdır. Sağlam mühit nə idi? Sağlam mühit bu idi ki,
deyirəm. Sağlam mühit. Dəstəkləyici mühit nə idi? Şagirdin qorxmadan özünü ifadə eləməsi. Yəni deyir, sinifdə əgər sağlam mühit olarsa, o müəllim o uşaqla yaxşı əlaqəsi olarsa, şagird deyir o müəllimə öz sözünü deyər və müəllim o uşağın dərdini anlayar. Yəni deyir, bullyinqin tapılması yollarından biri budur ki, uşaqlarla sərbəst mühit qurmaq. Sonra bütün məktəb kollektivinin, məktəb müəllimləri bir-birindən, müəllimlərin psixoloqdan, müəllimlərin direktorla qarşılıqlı ünsiyyəti, müəllimlərin valideynlərlə qarşılıqlı əməkdaşlığı ki, valideyn bir uşağının sözünü, sirrini, problemini müəllimlərə deyə bilsin, müəllimlər bir-birinə bildirsin, psixoloq müəllimlərə bildirsin ki, bu uşağın belə bir halı var. Sonra deyir uşaqların portfoliosunun yaradılması ki, uşaq özünlə bağlı olan bir mənfi bir şey ora yazıb qoysun. Valideynlərlə deyir mütəmadi əlaqə saxlanılsın. Uşaqlara esse yazdırılsın. Bax, burası da qəbul sualına aiddir. Esse ilə anonim sorğu qəbul sualımızdır. Deyir şairdə esse yazdırılsın. Bullyinqin tapmaqdan bağlı. Məsəl üçün deyir bunu ilk dəfə İsveç dil psixoloqu Anatol Pikas. Kim? Baxın mənlər, yenə deyirəm, bir alim adı da diqqətli olun. Bu da verilibsə, indi birdən də çaşdırıcı kimi düşə bilər. Dedi, ilk dəfə İsveç psixoloqu, Alman kimi idi bilmədim, İsveç psixoloqu Anatol Pikas deyir, esse yazmağın bullyingin üzə çıxarılmasında mühüm rolunu deyir, bildirmişdi. O deyirdi ki, məsələn, uşaqlara deyirlər ki, tutaq ki, esse yazın uşaqlar, görək sizcə bullying necə ola bilər, bullyingi necə aradan qaldırmaq olar, bullyingi necə tapmaq olar. Şagird də orada öz fantaziyasına görə nəsə bir şey uydurur. Artıq deyir ki, mənlər, bax, doğrudan bu cürdür. Çəkilən hər hansı bir film ssenarisi var, ki, görsən film çəkilib. Deməyin ki, o fantastikadır. Demək ki, onun hardasa bir 50% doğruluq payı var ki, o hansısa bir rejissorun ağlına gəlib. Və ya uşağın dediyi hansı bir söz varsa müəllimlər, həmin sözün axırında bir ciddi bir məna axtarın ki, demək nəsə bir şey olub ki, uşaq bu sözü deyir. Yəni uşaq da nəsə bir esse yazırsa bullying haqqında. Demək o yazdığının 50% başına gələn bir hadisədir. 50% həqiqətdir. Doğrudan müəllimlər bu cürdür. Danışılan hər yalanın altında 50% bir həqiqət yatır. Yəni olmayan bir şey uşaq deməz. Və yaxud da deyir uşağa və yaxud da deyir bullying eləyən şəxs özü öz davranışı ilə bağlı bu yaza bilər, hekayə yaza bilər, artıq oradan anlaya bilərsən. Və yaxud da ki, bullyingə məruz qalan şəxs hamı deyə biləcək və yaxud da deyir kim hamı deyir bunu biləcək, daha da pis olacaq deyir, qorxur və deyir bunu yazmaya bilər. Amma deyir o uşaqların hamısını deyir esse yazmağa istiqamətləndirmək lazımdır. Və yaxud da deyir ki, anonim sorğu. Bax, mən də indi bunu deyəcəm sizə. Bu da ən çaşdırıcı nüansıdır. Anonim sorğu budur ki, deyir şagirdlərə bir anket verilir. Həmin deyir anketdə terminlərdən deyir istifadə olunur. Deyir bu anketlərdə güc, nə qədər davam etdiyi, provokasiya, bax, tutaq ki, uşaqlara anket paylanılır. Amma deyir ki, tutaq ki, adınız bilinməyəcək. Orada verib ki, uşaqlara baxın, sual düşüb qəbula ki, sizcə anket sorğuya hansı sual salsaq bullyingi daha çox tapmaq olar. Bax, belə sual salınıb 2023-cü ilin, 4-cü ilin qəbuluna ki, anketin, yəni anket bullyingin üzə çıxarılmasında anket kimi hansı sual yaza bilərik? Baxın, burada deyir ki, əsas sual. Baxın, məqsəd yönlü sual verilir. Bully və yaxud da ki, bullylərin şəxsi incitmək məqsədi olubmu? Yəni birinci sual qoyurlar ki, sizin kimisə incitmək fikriniz olubmu və yaxud da sizi kimsə incitmək istəyibmi? Bu birinci əsas müəllim ümumi sual qoyur. Deyir bu sualı bullyingə məruz qalandır da. Özələn bully eləyən deməlilər. Bully eləyən şəxsdir. Bullyingi eləyən şəxs bully sayılır. Bully yazırsan ki, sual kimi bunu niyə elədin? Məqsədin nə idi? Bullyinqə yazırlar ki, bu nə bilim o bunu qəsdən belədir. Baxın, bullyingə məruz qalana sual qoyursan ki, sən bullyingə məruz qalmısanmı? Səncə o bunu qəsdən belədir. Amma bullying eləyənə sual verirlər ki, baxın, anonim sorğulama, uşağın doldurmalıdır da, bunu qəsdən belədir. Və yaxud da orada uşaqlara indi incitməklə bağlı sual qoyurlar ki, deməli, nə deyir burada? Deyir, yəni sənin kimisə indiyə qədər incitmək fikrin olubmu? Belə bir sual qoyur. Bullyyə verilən sual budur ki, sənin hərəkətinə səncə kimsə incitibmi? Bir insana bunu eləyənə verirsən sual. Məruz qalanla sual verirlər ki, sənə kimsə bullying eləyəndə hansı hissləri keçirdin? Hansı incidin? Və yaxud da deyirsən ki, bu davamlı oldumu? Və yaxud da bunu qəsd eləyirdinmi? Bunu qəsdənmi eləyirdin? Bunu məqsədli eləyirdin? Məqsədsiz eləyirdin? Müəllimlər, bunlar bizim anonim sorğuya aid olan bullying nümunəmizdir. Baxın, bunlar müəllimlər bullyingi önə çıxarmaq üçün olan üsullardır. Bir də var ki, bullyingin qarşısını almasının yolları. Deyir, bullyingi qarşısını almasının ən böyük yolu şagirdlərə emosional intellekt, özünü dərk eləmə, empatiya qurma, özünü başqasının yerinə qoyma, bunları aşılamaq lazımdır. Bu
şagirdlərimizə şəxsiyyət ünümlülük prinsipi, böyüklərə hörmət, kiçiklərə qayğı, başqa insanların incidə biləcəyini, mənəvi inkişafı şagirdlərə izah eləmək lazımdır. Sonra bu şagirdlərlə davamlı psixoloq söhbət eləməlidir. Bu uşaqlara biz özümüz nümunə olmalıyıq. Bu uşaqların arasında yaxşı ünsiyyət qurmaq üçün buz qrandan istifadə eləməliyik. Valideynləri maarifləndirməliyik ki, onlar da uşaqlarını maarifləndirsinlər. Məktəb psixoloquna davamlı bununla bağlı təlimatlar verməliyik ki, uşaqlara bununla bağlı davamlı tədbirlər keçirsinlər. Aydındır müəllimlər? Bunlar bizim bullyingin qarşısını alınması yollarından bağlı. Deyir, şagirdlərin maarifləndirməsindən bağlı. Deyir, şagirdlərin bullying haqqında məlumatlandırılması çox vacib bir nüansdır. Deyir, şagirdləri maarifləndirərkən bullying haqqında deyir, bullyingi qınamaq və yaxud da ki, bu uşağı etdiyi səhvə görə cəzalandırmaq olmaz. Sadəcə uşağı etdiyi səhvin başqa birinə vurduğu ziyanı aşılamaq lazımdır. Və yaxud da deyir, əgər biz deyir, bullying uşağı da çox da pis davransaq, o uşaq özünə qapana bilər. Yəni müəllimlər, bunlara deyir, yol vermək olmaz.